şəhid olmadı. Vay, Birinci vay, oğlu vay. qazi olmadı. Onu şərləyib tutublar. 2 ilə qədər iş veriblər. Sizdə yoxdur. Bu qəhrəmanlıq sizdə yoxdur. Var bizdə. Ama kim için hak talep edirlər? Kim için? İsrail'in adamı olan Çevi için 10 gün həbs yatdı. Azadlıq istəyirlər. Canlılar açıldı. Bəs belə qəhrəman sevənsiz 150 qazi özünü öldürdü. Bir ay içinde 4 qazi canına qıydı. İçinde bizim dostlarımız vardı. Kenan vardı. Ürəyinə bıçaq saldı. Parmağınızı iğne deşəndə elə bil anavıza vururlar. İğne batır onun ağrısına dözə bilmirsiniz. Oğlan gecə bizlə danışdı. Səhər ürəyinə bıçaq saldı. Qeyrətiniz var. Mənə deyin qeyrətiniz var. Gedim işim gülməkdən. Bir dənə deyin ki qeyrətimiz sırır. Heç nə istəmir. Deyin ki mənim nədən qeyrətli qalq yoxdur. Gələ. Dünyada en sonuncu yerdəyim. Bugün heç vaxtı kilsəyə getməyən bir Amerikalının gəlib kilsəsin müzakirə mənbəyi ilə gecə ilə evində sənin başına işləyərlər. Ki sen kimsən bizim inancımıza dil uzadırsan. Bunlar öz dinlerine bizimki kadar sahip çıkıl, bizimkiler bunlar kadar sahip çıkabilmirlər. En azından bunlar toy eləyəndə öz adətləri uygunda kəbin kəsəndə kilsədə edirlər. Biz məscidin qapısına qorxa-qorxa giririk, uşaq da apara bilmirik. Hansı dindən İslamla danışsınız? Avlatlarınız leş oldu, şəhid olmadı. Aldattılar sizi. Cənnətə gedib adı ilə aldatdılar, müharibə bitəndən sonra seviye attılar ortaya. Bunu müharibədən qabaq çıxardarız da seviyeyi. Niye muharibədən qabaq demir ki Allah yoktu, Doğru. peygamber yoktu, cennet yoktu? Haklıdır ha, baba çok. Ha gedib öldürəndən sonra niye çıxartdınız? Ha? Mən elə bir gedirəm, bir evə ət ehtiyacı var. Mənə əti gətirəndən sonra niye mənə diyorsunuz ki aslında biz bu günləri dolma yiyəcəyik? Mənə diyorsunuz ki biz bugün tort yiyəcəyik. Niye? Mənə ət almağı niye göndərdin? Qabaqcadan derdi ki biz bu günləri ət yeməyəcəyik. Bunları getirdiniz ki cennet siz orada gözləyir. Meyveler, huriler, güzellikler, İmam Hüseyin. Oğluna bayraq verəndə diyorsunuz ana, ağlama ana. Oğlun İmam Hüseyin'in yanındadır. Qəhbən balası. İndi gəlib deyirsən ki İmam Hüseyin yoktur. Sevgin deyir. Mən bundan sonra TikTok'ta hər hansı bir yerde canlı yayımlarımda yayın açıp birbaşa yazacağım. Şəhidlərimiz yoktur. Şəhidlərimiz sadece ölüdür, meyitdir, leşdir. Bütün dünyada necə şəhid adı yoktursa, digər ölkəlerde, Rusya'da, ne bileyim, hər hansı bir Ukrayna'da yoktur ki şəhid. Niye bizde var? Bizde varsa eğer, bu şəhidlik varsa, ilham deyirsə, bizim peygamber imam, məscid varsa, seviyüz necə deyir? Yaxşı, bəs sizin qeyrətiniz harda qaldı ki, sənin arvadının hicab taxıb, namaz qıldığı, ibadət elədiyi, zikr elədiyi, Allah'ı seviyi təhqir elətdirir. Sən onun efirinə qoşulur, bilsən ki, Allah sənə kömək olsun. Allah qapı atsın, çox sağ ol. Bunların məqsədi bəllidir. Dünən onu müzakirə eləyib, tərəfini tutan bir müəllimə, zəng vurmuşam, Qabil bəy, müəllimə. Zəng vurmuşam, deyir, bəli, biz savadlı olmalıyıq, dinsat boş şeydir, inanmayın. Okey, inanma, şəxsi fikrindir. Amma inanıb, sırf inandığına göre gedib şəhid olanlar var. Adam var ki sırf məqsədi şəhid olmaqdır. Adam var videoda deyir mən şəhid olacağım. Və şəhid olub. O demirdi mən öləcəm, leş olacağım. Deyirdi mən şəhid olacağım. Məqsədi onun zirvəsi şəhidlik zirvəsi idi. Ölmək değildi. Çünkü normal adam ölümü arzulamır özü için. Çünkü hayat şirin ve güzeldir. Orada. Hayat şirin ve güzeldir. Bunu dərk edin siz. Sana gedib desən ki boş boşuna öləcəksən, gedib ölməzsən. Amma desələr ki İmam Hüseynin yanına gedəsən, inancılısansa, deyəcəksən bəli İmam Hüseynin yanına gedəcəm. Bir şey de göstereceğim. Bir saniye. Bakın askerleri necə göndərdilər. Bakın.